Başlayırıq burada birinci sualdan. Sürətin dəyişmə yeyinliyi xarakterizə edən kəmiyyət. Biz bilirik ki, sürət nə deməkdir? V bərabərdir, S böl T'dir. Bir də təcil də var ki, təcil A bərabərdir, V minus V0 böl T'dir. Bu belə. Deməli, bizdən sürətin dəyişməsidir. Sürətin dəyişməsi burada baş verir. V minus V0. Axı son sürətdən başlayan sürət çıxılır. Deməli, sürətin dəyişmə yeyinliyi xarakterizə edən kəmiyyət bunların içində olacaq. Təbii ki, təcil. Birinci olar B variantı. Baxaq ikinciyə. Ədədi qiymətçi vahid zamanda sürət dəyişməsi yenə təcildir, eyni sualdır. Baxdıq burada üçüncü suala. D düz xətli bərabər təcilləşdirilən cismin sürətin zamanına asılılığına əsasən təcilini hesabla. Yazaq təzən düsturuna A bərabərdir, V minus V0 böl T bərabərdir. Baxıram qrafikə. Ən axırıncı sürətim neçədir? 0.5. V-nin yerində dayanıb 0.5 çıx. Başladığım sürət neçədir? Təbii ki 0. Yəni V0-ın yerində dayanıb 0. Böl zaman. Buna uyğun zamanda 5'dir. 0.5'dən 0'ını çıxsam, təbii ki 0.5 böl 5. O da bərabərdə cavab olar 0.1. B variantı belə. Sonra fərqli olan baxacaq burada 5-ci suala. Bu hazır düsturdur təbii ki. D2 cismin sürətin modulu hansı ifadə ilə təyin olunur? Sürətin belə bir düsturu var. Kök altında V0-ın kvadratı plus 2AS. B variantı cavabı uyğundur. Eyni qaydada 6-cıda. Bax, birinci nəyə fikir verin? Bərabər yavaşlayan hərəkət. Bərabər yavaşlayan hərəkətdə biz demişik ki, sürət və təcil vektorlara əks istiqamətdə yönəlir. Məsələn, biri müsbətdirsə, o biri mənfi olur. Ya da məsələn, bu mənfidirsə, bu müsbət olur. Bax, yeyinləşən hərəkətdə ikisi də eyni olur. Mənfi, mənfi, müsbət, müsbət. Amma yavaşlayan deyirsə, əks olur. Biri müsbət, biri mənfi. Ya da mənfi, müsbət. Belə. İndi burada incələyirəm, baxıram. Mən baxacağım təkcə sürətlə təcilin qarşısıdır. Bax, A variantda sürətin qarşısı müsbət, təcilin qarşısı müsbət. Bu yeyinləşəndir. B variantda bax, müsbət, müsbət. Bu da yeyinləşəndir. D variantda bax, mənfi, mənfi. İkisinin də qabağı. Bu da yeyinləşəndir. Y variantında mənfi, mənfi. İkisinin də qarşısı mənfidir. Bu da yeyinləşəndir. Qaldı C variantı. Bax, qabağı mənfi, bunun qabağı müsbət. Deməli, C variantı olarmış. Yeyinləşən hərəkət əks olur. Sonra baxırıq digər səhifədən maddi nöqtənin düz xətli bərabər yeyinləşən hərəkəti zamanı. Bax, düz xətli bərabər yeyinləşən hərəkət bərabər təcilli hərəkətin növüdür. Bərabər təcilli hərəkətdə də adı kimi təcillər bərabər, yəni təcil olacaqmış sabit. Cavab A variantı. Baxırıq burada 8-ci suala. Deyək ki, 6-cı dəqiqənin sonundakı sürətini hesabla. Biz demişik ki, təcilli hərəkətdə sürət tənliyi belədir. V bərabərdir, V0 plus AT ya da plus minus AT yazım. İndi baxaq, sükunət vəziyyəti deyirsə, bir qeydimiz var ki, sükunət vəziyyətində həmişə başlanğıc sürət 0'dır. Bunu bilək. Onda bu hissə getdi 0'a. Çünki dedim, axı bunun cavabı 0'dır. Onda düstur qaldı. V bərabərdir AT. Bu da bərabərdir. Baxıram. Təcilin qiyməti 3 santim. Santımı metrə çevirməlisən. 1 metr 100 santimdirsə, santımı metrə çevirəndə 100'ə bölürsən. Oldu 0,3 vur. Zamanında 6 dəqiqə. Sən bilirsən ki, 1 dəqiqəmiz 60 saniyədirsə, 6 dəqiqəni tapanda 6 vur 60. Yəni 360 olacaq. Bunu da çevirəm 360. Bu da bərabərdir. Bunu da hesablayırıq. 3'ü 36'ya vursam 108 eləyir də. Bunu da hesablasam 10,8 metr böl saniyə olar mənim cavabım. Bu da həll qaydası belə. Sonra baxaq növbəti suala. 9-cu suala baxıram təbii ki burada. Deyir, təcilin proyeksiyasını hesabla. Bayaqçı düsturuna baxaq. A bərabərdir, V minus V0 böl T. Təcil dediyim adı da, düzdürmü? Bu da bərabərdir. Mənim axırıncı sürətim neçədir? Bax, sürət qrafik cəhət dayanıb harda? 0'ın üstündə. Son sürətin olacaq 0, çıx. Bəs V0, başladığım sürət neçədir? 8'dən başlayıb. 0 çıx 8 böl zaman, yəni T-yə. İndi T-nin də qiymətinə baxıram, buna uyğun 4'dür. 0'dan 8'in çıxırsa, mənfi 8, mənfi 8, 4'ə bölsəm cavab mənfi 2. Yavaşlayan hərəkətdə təcil mənfi olur çox hallarda. Cavab oldu mənfi 2. Bu da həll qaydası. Sonra baxaq 10-cu suala. Bu 8-ci sualın kopyasıdır. Bax, bizdən sürət soruşur. Təcil hərəkətdə sürət tənliyi belədir. V bərabərdir V0 plus minus AT. Biz dedik ki, sükunət vəziyyəti deyirsə, başlanğıc sürət olacaq 0. Yəni bu getdi 0'a. Düstur qaldı. V bərabərdir AT. Qiymətləri qoyaq yerinə. Təcilin qiyməti 2'dir. Amma santimdə axı metrə çevirmək üçün 100'ə böl. 0,2 vur. Bax, təcilin yerinə yazdım qiymətinə 0,2.
Sonra zamana baxıram. 4-cü dəqiqə. Sən bilirsən ki, 1 dəqiqəm 60 saniyədirsə, 4 dəqiqəm 4 vur 60. Yəni zaman oldu 240. 0,2-də 240-a vuraram. Elə ki 2-ni 24-də vursam 48 eləyirsə, sıfırlarda hesablayıram 4,8 olar. Cavab olar D variantı 4,8 belə. Sonra burada baxaq 11-ci suala. Deməli, sürətin proyeksiya zamanası qrafiki hansı bərabər yeyinləşən? Deməli, bərabər yavaşlayan hərəkət T oxuna yaxınlaşandır, yəni adı kimi yavaşlayan. Bərabər yeyinləşən qaçandır. Bax, burada sürəti görsən də, bu sürət sabitdir, bu düz xətli bərabər sürətlidir. Burada görsənmi? Bax, görsən, gəldi T oxuna, yəni sıfıra dəydi. Bu yavaşıyıbdır. Amma bunu görürsənmi? Mən bunu uzadıram. Bax, bunu uzadıram. Bu qaçır. Qaçırsa bu yeyinləşən hərəkətdir. CD hissəsi yeyinləşəndir. Bax, D-ni uzadıram. Görsənmi? Sürət sabit. Y-i uzadıram. Bax, T oxuna dəyibdir. Sıfıra dəyibdir. Deməli, bu da yavaşlayan idi. Yeyinləşən, bax, budur. Qaçır. CD. Cavab oldu CD, Y variantı. 12-yə baxıram. Cismin sürətinin proyeksiyası zamanı qrafiyemişdir. Təcil 0. Yadımıza salaq, düz xətli bərabər sürətli hərəkətdə təcil olurdu 0. Yəni, düz xətli bərabər sürətli hərəkət oldu ki, sürət sabit olsun. Xətlərə bax, sürətin sabit olduğu hansıdır? Sürətin üzərindən keçməlidir. Bax, bu hissədir. Mən bunu uzadıram. İndi sən bax. Aha, görsənmi? Sürətin üzərindən keçdi. Deməli, bu sabitdir. Həmən hissədə hansı araqdır? Bax, T2, T3 sabit olduğu. Sürət sabitdirsə, orada təcil 0-dır. Düz xətli bərabər sürətli hərəkət T2, T3 intervalı, o da bizdə verilib Y variantı. Belə. Sonra baxaq o biri səhifəyə. Burada deyir ki, nə zaman təcil müsbətdir? Təcil müsbətdirsə, bu bərabər yeyinləşən hərəkətdir. Yavaşlanda çünki mənfidir. Bayaqda başladım ki, bərabər yeyinləşən qaçandır. Sıfırdan qaçan. Bax, görsən bu qaçır. Mən bunu nə qədər uzatsam da bu qaçıb gedəcək. Deməli, qaçdığı isə bax burada 0, T1 intervalı. Və görsən, bunu uzadıram. Görsən, gəlir sıfıra dəyir. Yavaşıdır. Bax, bunu görürsənmi? Sabitdir. Bu da görürsənmi? Dəydi. Bu da yavaşıdır. Deməli, yeyinləşən qaçandır. O da 0, T1 olacaq. Bax, 0-dan T1-ə kimi B variantı. 14-də baxıram. Sükunət halından təcillə hərəkətə başlayan ilk 6 saniyədə getdiyi yol. Bax, yolun neçə dənə düsturu var? Burada mənə bu sərf edir. S bərabərdir V0T üstəgəl AT kvadrat böl 2. Bu mənə sərf edir. İndi burada bir məsələ var. Sükunət halı deyirsə, həmişə götür yaz ki, başlanğıc sürət, yəni V0 0-dır. 0-ı da nəyə vursam, bu hissə gedəcək 0-a. Onda qaldı S bərabərdir. Bax, o 0-a getsə, düsturda nə qaldı? A vuraq. T-nin kvadratı böl 2. Bu da bərabərdir. Qiymətləri yerinə qoyuram, baxıram. Təcilin yerinə bax, qiyməti var 0,1 vur. Zamanın kvadratı. Zamanım görürsənmi? 6-dır. Bəs 6-nın kvadratı neçədir? 36 böl 2. Bu da bərabərdir. 36-nı 2-yə bölürəm. 18 dəfəm 0,1-i də 18-ə vuracam. Bu da cavab olar 1,8. Cavab 1,8 C variantı. Bu da həll qaydası. Sonra baxaq burada 15-ci məsələyə. Başlanğıc sürət var, təcil var, cismin sürəti. Bax, cismin sürəti təcil hərəkətdə sürət tənliyi yazıram. V bərabərdir V0 plus minus AT. İndi bax, hərəkət yeyinləşəndirsə burada toplama eləyirik, yavaşlayandırsa burada çıxma eləyirik. Bax, tormozlanır. Maşın tormozlananda nə eləmiş olur? Yavaşmış orada, düzdürmü? Deməli, bu yavaşlayan hərəkətdir. Onda yavaşlayandırsa, sən belə yazacaqsan. V0 çıx. AT yazacaqsan. Yenə deyirəm, yavaşlayan onda çıxma yazırıq, yeyinləşən onda toplama. Tormozlamaq yavaşmaq deməkdir. İndi qiymətləri yerinə qoyuram. V bərabərdir. Baxaq, başlanğıc sürətimiz neçədir? 10. Bax, V0 başlanğıc sürət 10-dur. Çıxılsın. AT təcili vur zamana. Bax, təcillim 0,5, zamanım 4. 0,5-i vur 4-ə. O da elədi 2. Ondan da 2-sini çıxıram, cavab oldu 8. Deməli, sürətim oldu 8. 8 Y variantı. 15 Y. Sonra baxaq 16-ya. Başlanğıc sürəti var. Burada da özü deyir da, yeyinləşən hərəkət. Sürət deyəndə bu düsturu yaz. V0 yeyinləşən dediyi üçün yazırsan üstəgəl AT. Qiymətləri yerinə qoyaq. V bərabərdir. Başlanğıc sürət. V0-ın qiyməti neçədir? Yazıb 5 üstəgəl A vuraq T. Bax, 0,5 vur 4. Görsənmi? Bax, özü deyir da, bu mənim təcilimdir. 0,5 təcil A hərfidir. Zamanımda 4-dür. 0,5-də 4-ə vururam. Bu da oldu cavab 2. Bax, bunun cavabı 2 oldu da. 5-lə də 2-ni toplayırsan, cavab olacaq 7. Deməli, burada cavab oldu 7 C variantı. Da həlli.
Sonra burada hazır düsturlarda baxaq düstur olanlara. 17-ci başlanğıc sürəti V0-dır, yavaşan hərəkət edir. Bax, dayanıbdır. Dayanıbsa, maşını sürdün, riski dayandın. Dayananda həmişə son sürət 0 olur. Bunu yadda saxlayaq. Cismin yerdəyişməsi modulu. Yerdəyişmənin çox düsturu var. Burada ağlıma gələn bu oldu. S bərabərdir V0 üstəgəl V böl 2 vur T. Axı dedik son sürət 0-dır. Yəni bunun cavabı 0-dır. Bu getdi 0-a. Nə qaldı düstur? V0 vur T böl 2. V0 vur T böl 2. Cavab D variantı. Sonra baxıram 18-ə. Burada nə soruşur bizdən? Təcili hərəkətdə T anında hansı ifadə? Cismin koordinatı. Hə, X-i soruşur burada. Deməli, biz burada X-in tənliyi yazacağıq. X-in tənliyi belə idi da. X bərabərdir. 2-0 üstəgəl V0T üstəgəl AT kvadrat böl 2. Düzdürmü? Amma burada nə var? Bax, bizə yazıb ki, V0 0-dır. V0 0-dırsa bu getdi 0-a. Cavab nə qaldı? X0 üstəgəl AT kvadrat böl 2. Baxaq, hansıdır? X0 üstəgəl AT kvadrat böl 2. Cavab D variantı. V0 0-a getsə, düsturun bu hissəsi sıfırlanmalı idi. Sonra baxıram ardına 19. Sükunət vəziyyətindən düz xətli bərabər təzyiqləşir başlayan cismin sürətinin modulu hansı ifadənin təyin olunur? Bayaq belə bir düstur qabağımıza çıxmışdı. V bərabərdir kök altında V0-ın kvadratı plus 2AS ya da düşdümü sürət düsturu. Sükunət vəziyyəti deyirsə, bir dəfə yadda saxlayaq ki, V0 0-dır. Yəni bu getdi 0-a. Düstur nə qaldı? V bərabərdir kök altında 2AS. Cavab D variantı. Belə. Sonra burada 20-ciyə baxıram. Sükunət vəziyyətindən bərabər təcillə hərəkətə başlayan cismin yer dəyişməsinə sərf olunan zamanı soruşur. Yer dəyişmənin də əslində düsturları çoxdur. Hə, yer dəyişmənin də əslində düsturları çoxdur. Belə bir düstur var. Yer dəyişmənin S bərabərdir V kvadrat minus V0-ın kvadratı böl 2 dənə A. Bu var. Sonra bildiyim yer dəyişmə düsturu V0 plus V böl 2 vur T. Bu var. Bir də bu var. V0T üstəgəl AT kvadrat böl 2. Bu da var. Yerdəyişmənin çox düsturu var. Bizdən baxaq hansını soruşur. Sükunət vəziyyətdə isə başlanğıc sürət 0-dır. Yazaq. V0 bərabərdir 0-dır. Yerdəşmə sərf olunan zamanı soruşur. İndi baxaq, bizdən nə soruşur orada? Zaman. Deməli, elə bir düstur seçim ki, oradan zaman tapa bilim. Bu düsturda heç zaman yoxdur ki. Bax, bu düsturu əldən getdi. Deməli, bunu istifadə eləməyəcəm. İndicə, buradan zamanı tapaq görə elə burada necə olacaq vəziyyət? Yaxşı, belə eləyək. Sükunət vəziyyət deyə dedik V0 0-dır. Yəni, bu getdi 0-a. Onda düsturu təzdən yazıram. Nə qalıb? S bərabərdir. Bax, qalıb VT. Görsənmi? VT böl 2. Sən də buradan zamanı tapmaq istəsən, belə yazırsan. T bərabərdir. Yanında olan V-nin məxrəcdə 2S yazırsan sürətdə. 2S böl V. Cavablarda bu yoxdur. Deməli, bu düsturdan getməyiblər. Onda keçək o birisi düstura. Bax, buna ələdim getdi. Görsən, bu cavablarda yoxdur. Deməli, bundan istifadə olunmuyor. İndi baxaq bu düsturdan gedək. Başlanğıc sürətin yerinə 0 qoyacağam. Bax, bu getdi 0-a. Onda qalır S bərabərdir AT kvadrat böl 2. İndi buradan sən zamanı tapmaq istəyirsən. Zamanın kvadratı bərabərdir. Bax, yanında olanı yazırsan. Məxrəcdə, bax, bu ikisi çarpaz olunur. 2S yazırsan sürətdə. Bu kvadratıdırsa, özünü tapanda kök altında. 2 dənə S bölünsün, A yazmaq lazımdır. Baxaq görək, bu varmı? Kök altında 2S bölünür. Bəli, B variantda cavab bizə verilibdir. Bu da oldu həlli. Bir neçə düsturu yoxlayıb cavabı çıxarırıq.